Salam uşaqlar. Birinci suala baxırıq. Birinci sualda deyilir ki, XO4 2 mənfi iyonunda 58 elektron olarsa, X elementi üçün hansı ifadələr doğrudur? Əvvəlcə yazaq XO4 2 mənfi iyonu. Elektronun sayı bizdə bu iyon üçün elektron sayı 58'ə bərabərdir. Bizim belə bir düsturumuz var. Proton çıxaq elektron bərabərdir yük düsturu. Yəni bu iyonun protonu X üstə gələk. Protonu oksigenin protonunda deyək ki 8'dir. 4 dəfə 8'in 32 protonu həmin bu iyonun protonu çıxaq elektronu neçə verib bizə? 58. Yükü də nəyə bərabərdir? Mənfi 2'yə bərabərdir. Yazırıq X üstə gələk 32 çıxaq 58 bərabərdir mənfi 2'yə. Buradan da X bərabərdir 24. Artıq bildik ki protonun sayı 24 olan xromdur. Şərtə keçməmişdən, yəni cavablara baxmamışdan qabaq deyə bilərik ki, xromun elektron formulu 4s üstü 1, 3d üstü 5 kimi yəni yazılır. İndi cavablara baxırıq. Qısa elektron formulu yazıb 4s2, 3d 4'dür. Bu yanlışdır. Xarici təbəqəsində 1 elektron var. Bu doğrudur. Yəni burada nə elektron var? Baxırıq. Əlavə yarım qrup elementidir. Bu da doğrudur. Üçüncü dövr elementidir. Yanlışdır. 24 protonu var. Doğrudur. Deməli cavabımız oldu 2, 3, bir də 5. İkinci sualda deyilir ki, hansı halda reaksiya üçün götürülmüş sulfat turşusunun qatı və ya duru olduğunu müəyyən etmək olmaz. Müəyyən etmək olmaz. Deməli, A variantında hidrogen ayrılır, duru sulfatdır. B-də SO2 ayrılır, qatıdır. Sonra C qalsın. Deməli, buradan D variantında su ayrılır deyə qatı sulfatdır. E variantında xromun valenti 2'dir deyə duru sulfatdır. Amma C variantında, cavab burada C variantıdır. C variantında onun duru qatı olduğunu deyə bilmərik də. Yəni sulfat duru götürülüb yoxsa qatı. Çünki sink duru sulfatla gedəndə nə alınır? Sink SO4, bir də H2. İndi bunu qatı ilə yazsam, sinkin üstünə H2 SO4 qatı gəlsəm, onda nə alınır? Sink SO4 alınır. SO2 alınır, bir də nə alınır? Su alınır. Deməli cavab olur nə? C variantı. Ona görə ki, burada duru qatı olduğunu demək mümkün deyil. Deməli burada bizə verilibdir 3-cü sualda. Suda məhlulun elektrolizi, duzlar verilibdir. Birinci duzumuz nədir? Mis SO4. Üstünə su gəlirəm. Elektrolizdə deməli pasiv metaldırsa metalın özü ayrılır, yəni mis. Oksigenli qalıqdırsa oksigen ayrılır və H2SO4 ayrılır. Deməli katodda nə ayrıldı? Mis ayrıldı. Anodda da oksigen ayrıldı. X deməli oksigendir. Sonra natrium xloridi yazıram. Natrium xloridin aktiv metaldır deyə katodda hidrogen ayrılır. Oksigensiz qalıqdır deyə anodda xlorun özü ayrılır. Bir də nə ayrılır? Natrium OH ayrılır. Deməli, Y natriumda hidrogendir. Xlor da elə olduğu kimi qalır. Sonra verib bizə Z hansı duz ola bilməz. Deməli, bu Z nədirsə, hansı duzdursa, onun katodunda ayrılmalıdır hidrogen. Anodunda ayrılmalıdır oksigen. Deyir hansı ola bilməz. Z hansı ola bilməz. A variantı ola bilər. Ona görə ki natrium aktivdir. Aktivin yerinə hidrogen, oksigenli qalığın yerinə oksigen ayrılır. Kalium NO3 də onun kimidir. Sonra deməli kalsium NO3 də eynidir. Natrium sulfatla, kalium nitratla. Natrium fluorid də eynidir. Natrium fluoridi yazım. Deməli bilirik ki aktiv metaldır deyə H2 ayrılır. Flor və oksigenli turşu qalıqları olanda onun yerinə oksigen ayrılır və natrium flor olduğu kimi qalır. Deməli bu da deyilənə uyğundur. Ancaq mis nitratda mis nitratı yazaq.
Mis nitratın elektrolizindən katodda mis ayrılır, anodda oksigen ayrılır və HNO3 ayrılır. Deməli, uyğun olmayan cavab olur nə? E variantı. Deməli, bizə veribdir 4-cü sualda uyğunluğu müəyyən edin. Duzların dissosiasiya mərhələləri. Yazıram 1, 2, 3. Aha. Deməli, söhbət gedir duzların dissosiasiyasından. Birincidə nədir? Birincidə kalsium, OH, xlordur, əsasi duzdur. Bu iki mərhələdə iyon ayrılır. Kalsium OH müsbət, üstə gələ xlor mənfi. Yenidən alınan kalsium OH mənfi də ayrılır. Kalsium 2 müsbət, OH mənfiyə. Deməli, bu iki mərhələdə iyon ayrıldı. Aiddir iki mərhələdə, deməli ikinciyə. Sonra biz bilirik ki, iki qat duzlar bir mərhələdə iyona ayrılır. Alınır buradan nə? Kalium müsbət, alüminium 3 müsbət, bir də SO4 2 mənfi. Bir mərhələdə iyona ayrıldığına görə B-ni buraya yazırıq. Sonra C variantında H3PO4 verib, ancaq bizdən duzları soruşur deyə C variantına baxmıram. Amonium sulfit hansı duzdur? Normal duzdur deyə onlar bir mərhələdə iyona ayrılır. Normal duzlar bir mərhələdə uyğundur. D 1-ə uyğundur. Sonra natrium E variantda natrium H2PO4 bu turş duzdur. Əvvəlcə natrium müsbət H2PO4 mənfi. H2PO4 mənfi də ayrılır H müsbətə HPO4 2 mənfiyə. Sonra HPO4 2 mənfi də ayrılır H müsbət PO4 3 mənfiyə. Deməli, natrium H2PO4 də 3 mərhələdə iyon ayrılır. Burada E uyğun gəlir. 5-ci suala baxırıq. Duz kristal hidratının 75 qramını 125 qram suda həll etdikdə 24% məhlul alınır. Kristal hidratın tərkibində olan duzun kütləsini müəyyən edin. Deməli, kristal hidrat nədir? Kristal hidrat odur ki, duz olsun, vuraq x qədər də su olsun. Əgər mən bu kristal hidratı 125 qram suda həll edirəmsə, kristal hidratım deməli 75 qramdır. 125 qram suda həll edirəm. Sonda da 24% məhlul alınım. Deməli, bu 24% hardan alınır? 24 bərabərdir. Həmin bu kristal hidratın tərkibində olan duzu vururam 100-ə və məhlula bölürəm. Mənim kristal hidratım 75 qramdır. Və üstə gələ 125 qramda nə var idi? Üzərinə su gəlmişdim. 125 də sudur. Deməli, 24 bərabərdir. Məxrəcdə 200. Surətdə duz vuraq 100. Bunlar ixtisar gedir. Buradan deməli, duz da bərabərdir 48-ə. Deməli, bu 75 qram kristal hidrat götürmüşdüm. Onun 48-i duzdur. Qalanı da nəyə aiddir? Suya aiddir.